Deməli, uşaqlar, bu gün elektrik yükü, ümumiyyətlə elektrik sahəsi haqqında məlumat verəcəyik. Ümumiyyətlə, başlayırıq birinci elektrik yükü anlayışına. Elektrik yükü nədir? Elektrik yükü elektromaqnit qarşılıqlı təsirinin intensivliyini xarakterizə edir. Yəni, məsələn, iki cisim fərz edək. Təbii ki, bütün cisimlər maddələrdən, maddələr molekullar, molekullar da atomlardan təşkil olunub. Və biz bilirik ki, hər bir atomun mərkəzində nüvə, onun da ətrafında mənfi yüklü elektronlar var. Sən cisimləri bir-birinə sürtəndə, toxundurma eləyəndə və s. Yüklərdəki cisimlərin təşkil olunduğu maddələrdəki atomların elektronlarında dəyişikliklər olur. Yəni, sürtünmə nəticəsində elə ola bilir ki, bəzi cisimlər öz elektronunu itirir, bəziləri isə elektron qəbul edir. Bu isə artıq neytral haldan çıxmış cisim olur. Çünki məsələn deyirəm, normalda bir atomun tərkibində 3 elektron olmalıdırsa, əgər o elektronun itirib 2 elektronlu olubsa, ya da 1 elektron qəbul edib 4 elektronlu olubsa, onda o yüklənmiş cisim hesab olunur. Yəni, yük anlayışı belə bir anlayışdır. Onda yük anlayışı nəyi göstərir? Yük anlayışı cismin tərk edən və ya cismə daxil olan elektronların sayı deməkdir. Belə deyək, yəni doğru dildə belə başa sala bilərik. Təbiətdə iki növ yük var, müsbət və mənfi işarəli yüklər. Müsbət olarsa, mənfi olarsa, yəni eyni işarəli yüklər hər zaman bir-birini itələyir və yaxud da dəf edir. Əks işarəli yüklər isə bir-birini cəzb edəcəkdir. Bunu yadımıza saxlayaq. Elektrik yükü özü Q hərfi ilə işarə olunur. Qeyd etdiyimiz kimi müsbət və mənfi işarəli yüklər mövcuddur. Və yükün vahidi beynəlxalq sistemdə bir kulon qəbul edilmişdir. Yəni, Q hərfi ilə işarə olunan bu yük anlayışı beynəlxalq sistemdə əsas vahidlərlə 1 kulondur. İstəsək 1 kulonun açılışını da yaza bilərik, 1 amper vuraq saniyədir. Bunu cəryan şiddəti dərsində daha yaxşı başa düşəcəyik. Bəs 1 kulon nədir? 1 kulon 1 amper şiddətində naqilin en kəsiyindən 1 saniyədə keçən yükün miqdarını göstərir. Ümumiyyətlə, zərrəciklər elektrik yükünə malik olanda biz onlara yüklü zərrəciklər deyirik. Əgər elektronların sayı normal neytral atomda elektronun sayı protonun sayına bərabər olmalıdır. Əgər elektronun sayı çox olarsa, bu artıq mənfinin çox olmağı deməkdir. Çünki elektron özü mənfi yüklü zərrəcikdir və onda bu cisim mənfi yüklü cisim. Yox, elektronun sayı az olarsa, onda, yəni protondan az olarsa, onda müsbət yüklü cisim hesab olunacaq. Daha sonra elektrik yükünün bir sıra xassələri var, onlardan danışacağıq. Birincisi, elektrik yükünün diskretlik xassəsidir. Elektrik yükünün diskretliyi o deməkdir ki, elektrik yükü kəsilməz deyil. Sistemin elektrik yükü elementar yük adlanan yükün tam mislinə bərabərdir. Bəs elementar yük nədir? Elektrondur da, elektronun yüküdür. Dedik axı, yük anlayışı nə idi? Yük anlayışını doğru dildə mən belə başa düşə bilərəm ki, mənim atomumdan nə qədər elektron çıxıb, nə qədər elektron atomu tərk edib və yaxud da tam tərsinə, mənim atomuma nə qədər əlavə elektron gəlib, o yük anlayışını göstərir. Yəni, onda yük nə olacaq? Q, elektrik yükü bərabərdir N vuraq Y. Burada N qeyd etdiyimiz kimi atomu tərk edən və yaxud da atoma daxil olan elektronun sayıdır. Y isə elə elektronun yüküdür. Elementar yük adlanır. Qiyməti də mövcuddur. 1,6 vuraq 10 üstü -19 klona bərabərdir. Qeyd etdiyimiz kimi nədir? Adı da elementar yük hesab olunur. Yəni, bunu bu şəkildə yadımızda saxlaya bilərik. Daha sonra biz nə deyə bilərik? Elektrik yükünün saxlanması qanunu var. Saxlanması qanunu da belədir ki, əgər sistem qapalı sistemdirsə, yəni ətrafla heç bir yük mübadiləsi yoxdursa, ətrafdan yük qəbul eləmirsə və ya ətrafa yük vermirsə, onda bu sistem qapalı sistemdir və qapalı sistemdə elektrik yüklərinin cəbri cəmi sabit qalır. Yəni Q1 üstə gələk Q2 üstə gələk, yəni fərqi yoxdur da, Qn bərabərdir konstant olur. Yəni sistemin ümumi yükü sabit qalır, belə deyək. Qapalı sistemdə qeyd etdiyimiz kimi ətrafla yük mübadiləsində olmayan bir sistem başa düşülür. Daha sonra biz deyə bilərik elektrik yükünün invariantlığı. Elektrik yükünün invariantlığı dedikdə də o başa düşülür ki, yəni elektrik yükünün qiyməti bir sistemdən başqa bir sistemə keçəndə dəyişmir. Bu da qeyd etdiyimiz kimi elektrik yükünün invariantlığıdır. Elektrik yükü bir sistemdən başqa bir hesablanan sistemə keçəndə dəyişmir.
Daha sonra biz burada bir dənə qeyd kimi yaza bilərik nəyi? Xüsusi yük anlayışı var. Xüsusi yük bilirik nədir? Xüsusi yük, yəni hər hansı bir cismin xüsusi yükü, yükün cismin kütləsinə olan nisbətidir. Deməli, yəni Q bölək M, yəni yük bölək kütlə, bu da təbii ki, vahid olaraq da istəsək, 1 kilon bölək kiloqram şəklində ifadə edə bilərik. Daha sonra burada növbəti bir qeyd yazaq. Əgər eyni radiuslu iki naqil kürəni Q1, Q2 ilə yüklü olarsa, yəni mənim eyni radiuslu iki kürəm var və bunların yükləri Q1 və Q2-dir. Fərzdir ki, onları da çəkək onda. Aha, Q1 və Q2 olmaqla eyni radiuslu, amma burada yəni deyək ki, kürənlərin radiusları bərabərdir, o da yadımıza saxlayaq. Eyni radiuslu iki metal kürəni toxundurub aralasaq, onların ikisində də yük bərabər paylanacaq. Yəni məsələn, tutalım bunda çoxdursa o buna verəcək, bunda azdırsa buna verəcək və aralarında mübadilə nəticəsində yükləri ikisinin yükü eyni olacaq. Bəs yük nəyə bərabər olacaq? Yəni bərabər paylanacaq qeyd etdiyimiz kimi, ümumi yük bərabərdir. Yüklərin cəminin yarısına bərabər olacaq. Amma burada unutmayın ki, mənfi, müsbət söhbəti nəzərə alınır. Yəni burada modulda baxmırıq məsələyə. Yəni mənfi müsbətə verir və yaxud da daha doğrusu müsbət mənfi elektronlar gedir və s. Bu şəkildə orada ikisinin də yükü bərabər bir ədədi orta deyək də, ədədi orta hesab olunur. Daha sonra burada bir dənə də qeydimiz var ki, elektrik yükünün səth sıxlığı anlayışı var. Aha, elektrik yükünün səth sıxlığı deyəndə səthin vahid sahəsinə düşən elektrik yükü başa düşülür. Yəni burada bu şəkildə deyək də delta bərabərdir Q bölək S şəklində ifadə olunur. İstəsək vahidini də çıxarda bilərik təbii ki, buradan 1 kilon bölək kvadrat metr olur. Yəni vahid səthə düşən yükdə, vahid səthə düşən yük kvadrat həcm yox. Vahid səthə düşən yük bizim üçün səth sıxlığı anlayışını ifadə edir. Daha sonra bir dənə də elektroskop yazaq. Elektroskop nədir? Elektroskop təbii ki, cisimlərin elektriklənməsini müşahidə etmək üçün istifadə olunan cihazdır. Qeyd edək, elektroskop. Cisimlərin qeyd etdiyim kimi elektriklənməsini müşahidə etmək üçün istifadə olunur. Və salam. Elektrik yükü anlayışı haqqında bu qədər. İndi belə bir şey var. Yadımızdadsa biz qravitasiya sahəsi keçmişdik. Cazibə qüvvəsi. Qravitasiya sahəsinin mənbəyi nə idi? Kütlə. Yəni biz demişdik ki, hər bir cisim kütləyə malikdir və kütləyə malik bütün cisimlərin ətrafında da özünün sahəsi var. Düzdür, qravitasiya sahəsi var. Yüklər üçün də belədir. Yəni, məsələn, tutalım ki, mənim bir dənə müsbət yüküm var, ya da məsələn, bir dənə mənfi yüküm var. Bu yüklərin hər birinin ətrafında özünün sahəsi var. Amma bunlar cisim deyil axı. Cisim olmadığına görə onların ətrafındakı sahəyə biz gravitasiya sahəsi deyə bilmərik. Bəs yüklərin ətrafında yaratdığı sahə nə adlanır? Yüklərin ətrafında yaratdığı sahə elektrik sahəsi adlanır. Necə ki, cisimlərin ətrafında gravitasiya sahəsi yaranır və gravitasiya sahəsi vasitəsilə cazibə qüvvəsi ötürülür. Yüklərin ətrafında da elektrik sahəsi yaranır və elektrik sahəsi ilə də elektrik qüvvəsi ötürülür. İndi isə bu qüvvə haqqında danışacağıq. Elektrik qüvvəsi bizim üçün Coulomb qüvvəsi deməkdir. Coulomb qüvvəsi də sükunətdəki yüklər arasında yaranan qüvvədir. Yəni cisimlər arasında necə ki cazibə qüvvəsi olurdusa, yüklər arasında da Coulomb qüvvəsi olur. Sadəcə fərqləri ondan ibarətdir ki, Coulomb qüvvəsi həm itələmə xarakterli ola bilər, həm cəzb etmə xarakterli ola bilər. Amma cazibə qüvvəsi yalnız cəzb etmə xarakterlidir. Çünki orada yalnız cisimlər bir-birini cəzb edir. İndi burada amma müsbət mənfini itələyir, daha doğrusu müsbət mənfini cəzb edir, üzr istəyirəm. Mənfi mənfini itələyir, müsbət müsbəti itələyir. Bunlar hamısı Coulomb qüvvəsinin hesabına baş verir. Bəs Coulomb qüvvəsi nədir? Coulomb qüvvəsini gəlin belə fərz edək də. 2 dənə yük çəkirəm. Bu yüklərimin biri olsun müsbət işarəli yük, digəri də olsun mənfi işarəli yük. Yəni rənglərini də fərqli göstərirəm ki, bizə tam aydın olsun. Bu olsun mənim müsbət yüküm, bu olsun mənim mənfi yüküm. İndi mən birincisi bilirəm ki, müsbət mənfini cəzb edər, düzdürmü? Yəni yüklər burada bir-birini cəzb edəcəklər. Bu cəzb etmə bizim üçün Coulomb qüvvəsi hesab olunacaq və təbii ki, bu qüvvələr bir-birinə bərabərdir. Necə ki, cazibə qüvvələri bir-birinə bərabər isə, burada da Coulomb qüvvələri bir-birinə bərabər olacaq. Yəni bu şəkildə F yazıram. İndi bəs bunlar arasındakı Coulomb qüvvəsi nəyə bərabərdir? Sükunətdəki yüklər arasındakı Coulomb qüvvəsi yüklərin modulları hasililə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənansibaslıdır. Görün necə də cazibə qüvvəsinin düsturuna oxşayır. Yəni burada qüvvə nəyə bərabərdir? F bərabərdir
Bir dənə K mütənasibliyi əmsalımız var. Gravitasiyada da J var idi, onsuz xatırlayırıqsa. Burada fərz edirəm ki, birincinin yükü Q1-dir, ikincinin yükü Q2-dir. Mənfi, müsbət mənə maraqlı deyil. Modulda birincinin və modulda ikincinin yükləri yazılır, bölək aralarındakı məsafənin kvadratına. Uşaqlar, eynən gravitasiya sahəsindəki kimi buradakı da aradakı məsafə mərkəzdən qəbul edilir. Yəni o yadımızda saxlayaq. Eyni ilə nə kimi? Eyni ilə belə deyək də gravitasiya sahəsi kimi. Yəni bax burdan belə deyək də təm mərkəzdən bunun mərkəzi ilə bunun mərkəzi arasındakı bax bu məsafə bizim üçün nə olacaq? Aralarındakı məsafə başa düşülür. Yəni eynən cazibə qüvvəsi kimi Coulomb qüvvəsi də mərkəzi qüvvə hesab olunur. Aha. Bu da belə. İndi burada biz ayrı-ayrı hallara baxsaq, yəni müsbət müsbəti, mənfi mənfini dəf edəcək, amma müsbət mənfi olduqda onlar bir-birini cəzb edəcəklər. Aha, baxın, burada indi birinci hala baxsaq, birinci halda görürük ki, müsbət və müsbət yüklərdir. Bu müsbət müsbəti nə edəcək? Təbii ki, bax, bu istiqamətdə bir-birlərini itələyəcəklər. Bir düz xətt boyunca olur əslində bu. Yəni, aralarında burada belə bu düz xətt boyunca, qırıq-qırıq xətt boyunca, belə deyək, bir-birlərini itələyirlər. Aha, və ikinci hala baxsaq, ikinci halda da mənfi-mənfidir gördüyümüz kimi. Mənfi-mənfini də yenə itələyəcək. Çünki yenə də yəni fərqi yoxdur da, əks işarədir. Yəni burada da bu mənfi, bu mənfini bu istiqamətdə itələyəcəklər. Yenə də bir düz xətt boyunca. Amma üçüncü halda isə baxırıq ki, artıq qüvvələrimiz, yüklərimiz müxtəlif işarəlidir. Müxtəlif işarəli yüklər isə bir-birini cəzb edir. Yəni burada müsbət və mənfi bir düz xətt boyunca bir-birlərini cəzb edəcəklər. Aha, bu şəkildə bir-birlərini cəzb edir. Bu da olur Coulomb qüvvəsinin ifadəsi. Coulomb qüvvəsi vakuumda burulma tərəzisi vasitəsilə aparılır. Bu da qeyd eləyək. Aha. Deməli, Coulomb qüvvəsi ümumiyyətlə mərkəzi qüvvədə həmişə yadımızda saxlayaq və yükləri birləşdirən düz xətt boyunca hər zaman əks istiqamətdə yönəlir. İndi burada bildik Q1 və Q2 yüklərin qiymətidir. R aralarındakı məsafədir. K burada nədir? K qeyd etdiyimiz kimi Coulomb sabitidir. İstəsəm mən buradan K-nı tapa da bilərəm. K bərabərdir FR kvadratı bölək modulda Q1, Q2 alınır gördüyümüz kimi və biz bunun əlbəttə ki, buradan vahidini də çıxarda bilərik. Alınır Newton-metr kvadratı bölək Coulomb kvadratı. Çox vaxt yaddan çıxan vahidlərdən biridir. Uşaqlar vahidləri açır, axırda bunu alır, amma bilmir nəyin vahididir. Bu Coulomb sabitinin vahididir. Coulomb sabitinin də öz qiyməti var. K bərabərdir 9 vuraq 10 üstü. Deməli 9 Newton-metr kvadratı bölək Coulomb kvadratı şəklindədir. Yəni hazır qiyməti var, belə əlavə bir şeyə ehtiyac yoxdur. Ümumiyyətlə Coulomb sabiti də deyirik buna. Coulomb sabiti ədədi qiymətcə, deməli, hər aralarındakı məsafə 1 metr olan və hər birinin yükü 1 kulon olan iki yük arasındakı Coulomb qüvvəsinə bərabərdir, belə deyək. Aha. Daha sonra bizdə Coulomb sabiti ilə yanaşı elektrik sabiti anlayışı da var. Elektrik sabiti də epsilon 0-dır və epsilon 0 özü Coulomb sabiti ilə tərs asılıdır. 1 bölək 4 pi vuraq k şəklində ifadə olunur. Təbii ki, vahidinə də gəldikdə 1 nə olacaq? Coulomb kvadratı bölək Newton-metr kvadrat olacaq. Təbii ki, Coulomb sabitinin tərsi olacaq. Bu da bizim üçün nə olacaq? Elektrik sabiti hesab olunur. Elektrik sabitinin də öz qiyməti var təbii ki. Epsilon 0 bərabərdir 8 vuraq. Daha doğrusu 8 tam %85-dir. 8 tam %85 vuraq 10 üstü mənfi 12. Yəni vahidi ilə bir yerdə bərabərdir. Aha, bunu da qeyd elədik. Bu da oldu bizim Coulomb sabitimiz. Aha, indi biz nə dedik? Biz dedik ki, elektrik yüklərinin ətrafında elektrik sahəsi mövcuddur. Yəni, elektrik sahəsinin əsas xassəsi də elektrik sahəsinin mənbəyi də sükunətdəki elektrik yükləridir. Bundan sonra biz nə deyə bilərik? Hər bir elektrik yükünün də ətrafında qeyd etdiyimiz kimi özünün elektrik sahəsi var. İndi belə bir məsələ var ki, sükunətdəki elektrik yüklərinin ətrafında yaranan sahə də elektrostatik sahə adlanır. İndi belə bir nüans var. Yadımızda gravitasiya sahəsində sahənin xarakteristikası, qüvvə xarakteristikası var idi. Biz ona demişdik J intensivliyi, yadımızdadırsa, sərbəst düşmə təcili. Ondan biri də elektrik sahəsinə var. O isə təbii ki, elektrik sahəsinin intensivliyi hesab olacaq.
Yəni necə ki, qrafikdə hər bir sahənin özünün xarakteristikası, intensivliyi varsa, elektrik sahəsinin özünün də intensivliyi elektrik sahəsinin intensivliyi adlanacaq və yenə də bu sahənin qüvvə xarakteristikasıdır. Sınaq yükünə gətirilmiş, daha doğrusu belə deyək də, sahəsinə gətirilmiş həmin sınaq yükünə təsir edən qüvvənin həmin yük olan nisbətidir. Yəni əvvəl J-ni biz necə öyrənmişdik? Ağırlıq qüvvəsi J bərabərdir F bölü M idi da. Yəni kütləyə nə qədər qüvvə düşür? Kütləyə təsir edən qüvvənin həmin kütləyə olan nisbətinə bərabər idi. Burada da yükə təsir edən qüvvənin həmin yükün qiymətinə, nisbətinə bərabərdir. Yəni uyğunluq var əslində. Belə uyğunluq şəklində öyrətmək istəyirəm ki, çətinliyimiz çox olmasın. Aha, indi gəlin onda elektrik sahəsinin intensivliyindən danışaq. Aha, deməli elektrik sahəsinin intensivliyi sahənin qüvvə xarakteristikası oldu. Sahəyə gətirilmiş sınaq yükünə təsir edən qüvvənin həmin yükün miqdarına olan nisbətidir və elektrik sahəsinin intensivliyi Y hərfi ilə işarə olunur. Qeyd etdiyimiz kimi Y nəyə bərabərdir? Sınaq yükünə təsir edən qüvvənin həmin yükün miqdarına olan nisbətidir. Yəni burada da 1 Newton bölü klon alırıq ki, bu da intensivliyin vahidi hesab olunur. İntensivlik belə deyək də, elektrik sahəsində vahid yükə təsir edən qüvvədir. Yəni, bir kulona nə qədər qüvvə təsir edirsə, o ilə intensivliyi xarakterizə edir. Və burada biz onu qeyd etməliyik ki, intensivlik sınaq yükündən asılı deyil. Çünki mən buradan Y-ni intensivliyi tapsam, fərqi yoxdur. Mənim mövcud bir intensivliyim var da onsuz da. Sən ora nə qədər yük gətirirsənsə gətir, sınaq yükündən söhbət gedir. Nə qədər gətirirsənsə gətir, onun yəni heç bir mənası yoxdur. İntensivliyin artıq orada bir qiyməti var. Ona görə də intensivlik Q-dən asılı deyil, amma bu Q hansı Q-dur unutmayaq. Bu Q sınaq yüküdür, yəni. Sınaq yükündən söhbət gedir. Sınaq yükündən asılı deyil. Aha, amma belə bir nüans var ki, uşaqlar, hər bir, bax, sınaq yükündən söhbət getmir. Mən bir yük gətirdim, yoxladım, yox. Sınaq yükü yox. Hər bir nöqtəvi yükün, dedik axı, özünün ətrafında, məsələn, mənim bir dənə müsbət yüküm varsa, bunun ətrafında intensivlik var. Ya da mənim bir dənə mənfi yüküm varsa, bunun ətrafında da intensivlik var. Bax, o intensivlik amma tamam başqadır. Yəni, biri var, sahə var, intensivlik var, sən ora yük gətirirsən. Həmən yükdən intensivlik asılı deyil. Amma biri də var ki, sənin yükün var, o yükün ətrafında yaranan intensivlikdən danışırsan. Bu başqa bir şeydir. İndi nöqtəvi yükün özündən məsafədə yaratdığı intensivlikdən danışanda aşağıdakı məsələdən danışacağıq. Baxın, məsələn, mən nə yazdım? Bunu qeydlə yazmaq istəyirəm. Yazdıq ki, Y bərabərdir F bölü Q. Düzdür? O da bərabərdir. F kulon qüvvəsidir də burada. K, Q, vuraq Q, yəni Q1, Q2 yazmıram məxrəcinə, bölək R kvadratı, bölək Q yazıram. Yəni, fikir verin, burada mən nə elədim? F-in yerində kulon qüvvəsinin öz qiymətini yazdım. Burada fikir verirsinizsə, bu Q-lərin biri ixtisar gedir və nə alıram? KQ bölək R kvadratı alıram. Bax, bu olur intensivliyin ifadəsi. Yəni, intensivlik özü nəyə bərabərdir? Y-nin öz düsturu KQ bölək R kvadratıdır. Amma buradakı Q, uşaqlar, bu Q deyil, ha. Bu Q adicə bir intensivlik olan yerdə sınaq yüküdür. Amma bu Q isə bizim, elə bir ki, mənim məsələn, müsbət bir yüküm var, bunun ətrafında yaranan intensivliyi axtarıram. Bax, o Q-dən söhbət gedir. Bax, bu ifadədə bizim üçün intensivliyin ifadəsi olur və burada da intensivlik əlbəttə ki, bu Q-dən gördüyümüz kimi düz mütənasib asılıdır. Ay müəllim, bəs bu Q ilə o Q-ün fərqi nədir? Uşaqlar, bu hər hansı bir nöqtəvi yükdür. Yəni, nöqtəvi yükün ətrafında özünün yaratdığı intensivlikdən söhbət gedir ki, ondan düz mütənasib asılıdır. Amma gördüyümüz kimi intensivlik məsafədən, yəni R-dən, yüklə arasında olan məsafədən eyni ilə klon qüvvəsi kimi tərs mütənasib şəkildə asılıdır. Bunları da yadımızda saxlamalıyıq mütləq şəkildə. Ümumiyyətlə, yadımızda bir şey saxlayaq ki, intensivlik vektorial cəmiyyətdir. Yəni, mən bunların başına ox qoymamışam, amma hər birində olmalıdır da. İndi tələsiklikdən qoymuruq, amma əslində, yəni bu səhvdir, qoymalıyıq hər birində. Çünki intensivlik özü vektorial bir cəmiyyətdir. Deməli, vektorialsa nəyi var? İstiqaməti var. Gəlin, istiqaməti haqqında danışaq.
Aha, intensivliyin istiqaməti belədir ki, intensivlik vektorial kəmiyyətdir və müsbət yükə təsir edən qüvvə istiqamətində, mənfi yükə təsir edən qüvvənin əksinə yönəlir. Bu nə deməkdir? Yəni intensivlik qısacası müsbət yükdən çıxır, mənfi yükə daxil olur. Bax, tutalım ki, mənim bir dənə müsbət yüküm var, düzdürmü? Bax, mənim bir dənə fərz edirəm ki, müsbət bir dənə yüküm var. Bax, intensivlik xəttlərimiz bu müsbət yükdən çıxacaq. Müsbət yükdən çıxan istiqamətdə göstərəcəm. Bax belə. Bax bu şəkildə fikir verir. Müsbət yükün hər tərəfindən nə edir? Hər tərəfindən çıxır. Bax bu olur intensivliyin müsbət yükdə göstərdiyi, belə deyək də, istiqamət forması. Bunu da birinə Y yazıram. Birinə yazmağımız kifayətdir yəqin ki. Yəni artıq bütün xəttlərin Y-ni göstərdiyim biləcəyik. Bəs birdən mənim mənfi yüküm olsa, mənfi yük olsa tam tərsi olur. Niyə? Çünki intensivlik xəttləri mənfi yükə daxil olur. Yəni müsbətdən çıxır, amma mənfiyə daxil olur. Yəni onda mənfinin üzərində necə göstərəcəyik? Daxil olma istiqamətində. Bax bu şəkildə. Fikir verirsinizmi? Yəni hər zaman da mərkəzinə də sanki. Hər nöqtədən sanki mərkəzinə fikir verirsinizsə daxil olur. Bax buna deyirlər intensivlik xəttlərinin müsbət və mənfi yüklər üzərində, belə deyək də, istiqamətləri. İndi bunları mütləq bizə lazımdır gələcək üçün. Bu da olur intensivlik xəttlərinin mənfi yük üzərində istiqaməti. Məsələn, tutalım ki, mənim intensivlik xəttlərim bu şəkildə verilib. Baxın, bir dənə fikir verin. Bax belə, intensivlik xəttlərim bu şəkildə verilibsə, bir cins elektrik sahəsinə, onda bu hara gedir? Mən görürəm ki, bu tərəfə gedir də ox. Deməli, mənim bu tərəfimi ümumilikdə mənfi qəbul edəcəm, digər tərəfimi isə ümumilikdə müsbət qəbul edəcəm. Niyə? Çünki xətt bu tərəfdən çıxırsa, deməli müsbətdən çıxır və mənfiyə daxil olur. Yəni bu şəkildə düşünə bilərik. Yəni bu şəkildə baxa bilərik. Aha, bu olur bizim intensivlik xəttlərinin istiqaməti. Bir cins sahə nədir? Bir cins sahə intensivliyin ədədi qiymətcə və istiqamətcə eyni olan sahədir. Məsələn, baxın bu bir cins sahədir. Bunun hər yerində intensivliyin qiyməti ədədi qiymətcə də eynidir. Yəni fikir verirsinizsə istiqamətcə də eynidir. Aha, bunu da bildik. Daha sonra biz nəyə qeyd edə bilərik? Superpozisiya prinsipi var. Gəlin superpozisiya prinsipindən danışaq. Superpozisiya prinsipi də belədir ki, burada Q1 və Q2 və s. yüklərin yaratdığı sahənin yekun intensivliyi ayrı-ayrı sahələrin yaratdığı intensivliklərin həndəsi cəminə bərabərdir. Yəni burada Y yekun bərabərdir Y1 üstə gələk Y2 üstə gələk nöqtələr YN. İndi bunun necə olduğuna baxacağıq. Həndəsi cəmiyyət deyirik, çünki burada vektorial olduğuna görə vektorların formasına asılı olaraq istiqamətlər də müxtəlif olacaq. İndi onları gəlin nəzərdən keçirək. Baxın, məsələn, tutalım ki, mənim burada bir dənə müsbət yüküm var. Düzdürmü? Bax, bir dənə burada müsbət yüküm olsun mənim. Bu şəkildə. Bu olsun, deməli, müsbət yük. Bu olsun müsbət yük. Və burada da bir dənə A nöqtəsi var. Deyirəm, müsbət yükün A nöqtəsində yaratdığı intensivliyi düşün. Sən öz-özünə deyirsən, müsbətdən nə olmalıdır? Müsbətdən çıxmalıdır. Onda çıxart da. Bax, çıxardıram mərkəzindən. Amma A nöqtəsində soruşur axı. Get də A nöqtəsinə kimi. Buradan çıxart. A nöqtəsinə çıxartdın, nə etməlisən? Çıxartmalısan. A nöqtəsindən çıxart. Bax, bu oldu mənim müsbət yükümün A nöqtəsində yaratdığı intensivliyin istiqaməti. Bəs mənfi yükdə necə olacaq? Gəl baxaq. Mənfi yükdə isə yenə də tam tərsi olacaq təbii ki. Tutalım ki, bu mənim mənfi yükümdür. Və yenə də burada bir B nöqtəsi göstərmişəm. Bura YA yazaq. Bu da B nöqtəsi olsun. Bir dəqiqə. Aha, bu A olsun. Burada bir dənə B nöqtəsi. Deyirəm ki, B nöqtəsində bəs necə olar? Mənfiyə nə edirəm? Daxil oluram. İstənilən nöqtədən daxil ol da mənfiyə. Bax, get mənfiyə, daxil ol. Bax, belə eləsəm daxil olmuş olmuram, belə eləsəm olmuram axı. Mən necə daxil olaram? Belə eləsəm daxil olaram da mənfiyə. Mənfiyə daxil oluram. Yəni, bir düz radial istiqamətdə də belə deyək, bir düz xətt istiqamətində mənfiyə daxil oldum. Və salam. Yəni, bir nöqtədə də olanda, hər hansı bir nöqtədə də olanda bu şəkildə baxacağıq.
Deməli, əgər intensivliklər eyni istiqamətdə olarsa, onda yekun intensivliyi tapanda intensivlikləri toplamaq lazımdır. Yox, əgər Y1 və Y2 intensivliklərimiz əks istiqamətdə olarsa, onda ümumi intensivliyi tapmaq üçün bu intensivlikləri bir-birindən çıxmaq lazımdır. Yəni vektorlar kimi düşünürük də, vektorialda axı. Üçüncü hala baxaq. Əgər Y1 və Y2 hər hansı bir deməyək də, birinci 90 dərəcə deyək, perpendikulyar olarlarsa, yəni perpendikulyar istiqamətdə olarsa, onda ümumi y-ni tapanda Pifaqorla gedəcəm təbii ki. Birincinin kvadratı üstə gələk ikincinin kvadratı kök altında. Yəni Pifaqor teoreminə görə. Dördüncü halda Y1 və Y2 hər hansı bir alfa bucağı əmələ gətirərsə, alfa bucağı altında olarsa, onda kosinuslar teoremi ilə olacaq. Yəni Y bərabər olacaq kök altında birincinin kvadratı, üstə gələk ikincinin kvadratı, deməli üstə gələk birinci ilə ikincinin hasilinin 2 misli kosinus alfa. Yəni bildiyimiz kosinuslar teoremi ilə gedəcəyik. Yəni bu da adi bildiyimiz həndəsi cəmdir də vektorlarda, yəni hamısında adi sürətdə də bildik bunu, əvəzləyici qüvvədə də bilirik və s. Yəni o şəkildə intensivlikdə də elə həmin qaydada bu şəkildə baxmış oluruq, yəni məsələmizə. Bu da belə. İndi isə qeyd qoyaq baxaq. Metal kürənin, R radiuslu metal kürənin daxilində və xaricində intensivliyə baxacağıq ki, necə olur? Kürənin daxilində və xaricində. Baxın, gəl bir dənə belə bir kürə düşünək. Bir dəqiqə, gəlin belə bir kürəmiz var, fərz edək ki. Düzdür, bunun üzərində 3 nöqtə göstərəcəm. Bax, birincisi olsun, bu olsun mən O mərkəzi nöqtəm və burada radius göstərəcəm. Bax, belə göstərəcəm da, bax, belə. Bu şəkildə göstərəcəm, yəni fikir verirsinizsə. Bu O nöqtəm olsun, bu mərkəzdə O heç. Bu A nöqtəsi olsun, yəni çevrənin daxili. Bu olsun B nöqtəsi, yəni çevrənin səthi, bu da olsun C nöqtəsi. İndi bunların hər üçündə biz intensivlikləri müqayisə edəcəyik. Bax, gəl danışaq birinci haldan. Birinci halda mən düşünəcəm O A nöqtəsində. Çevrənin daxilində istəyir O nöqtəsində olsun, istəyir A nöqtəsi, burada fərqi yoxdur. Ümumiyyətlə çevrənin daxilində, yəni məsafəmiz, bizim o kiçik məsafəmiz, hər hansı bir R məsafəmiz çevrənin radiusundan kiçik olarsa, bu zaman Q 0 olur. Q 0 olduğundan burada da intensivlik 0 olacaq. Yəni burada biz burada da qeyd kimi yazaq, R çevrənin radiusudur. Yəni böyük R çevrənin radiusu olsun. Amma kiçik R adi məsafəni göstərsin də. Yəni fikir verirsinizsə, burada böyük R budur. Düzdür, bax bu. Bu mənim böyük erimdir və A nöqtəsinin məsafəsi görürsünüz ki, R-dən kiçik bir məsafədir. Bax, kiçik yerimiz belə olur, düzdür? Onda bu kiçik R böyük R-dən kiçik olduğuna görə, yəni çevrənin daxilindədir da. Daxilində intensivlik deməli nədir? 0-dır. Onda yazırıq ki, intensivliyimiz 0 olacaq və bu bizim üçün haradakı hesab olunacaq? Daxildə. Daxildə 0 qəbul edilir. İndi baxaq ikinci hala. İkinci halda mən fərz edirəm ki, radius elə çevrənin radiusuna bərabərdir. Yəni B nöqtəsi. Fikir ver, B nöqtəsi də buradan R-im kiçik yerim böyük yerimə bərabərdir. Onda Q maksimal olur. Q maksimal qiymət alır. Və ona görə də Q maksimum olduğuna görə intensivlik də, yəni YB qiymətimiz də maksimal qiymət alır. Yəni harda? Yəni səthində. Deməli, çevrənin daxilində intensivlik 0-dır, amma çevrənin səthində intensivlik maksimaldır. Bəs radiusumuz böyük R-dən böyük olarsa, yəni fikir ver, C-nin məsafəsinə bax, bu qədər olur. Yəni kiçik yerimiz bu qədər, amma böyük R daha kiçikdir. Onda Q normal bir qiymət alır və intensivlikdə orta bir YS qiyməti alır. Yəni YS bir qiyməti var, amma bu qiymət nədir? Bu qiymət təbii ki, B-dəki qiymətdən kiçikdir. Çünki bu maksimaldır, bu normaldır. Deməli, onda belə çıxır ki, çevrənin daxilində intensivlik 0-dır, çevrənin səthində maksimaldır, çevrənin xaricində də var, amma səthindəki qədər deyil, maksimal deyil. Onda onun qrafikini çəkməyə çalışsaq, baxın, qrafikə baxın, bir dənə, biz bu qrafikimiz olacaq intensivliyin məsafədən asılılığı,
intensivliyin, məsafədən asılılığı. Burada da bir dənə radius, çevrənin radiusu var. Deməli, çevrənin radiusuna çatana qədər intensivlik nə oldu? Çevrənin radiusuna çatana qədər intensivliyim oldu 0. Ona görə də bu hissəni belə götürürəm qrafikin bu hissəsini. Sonra nə oldu? Sonra çıxdı birdən-birə maksimala. Birdən-birə radius halında oldu maksimal bir qiymət. Sonra da nə edəcək? Sonra da azalacaq təbii ki. Çünki yenə deyirəm, çölə çıxdıqca, çevrədən uzaqlaşdıqca xaricində məsafə azalır. Yəni bax bu olur mənim daxili hissəm, daxili hissə də 0-dır. Bu da olur xarici hissə. Bu da hansıdır? Radiusla bərabər olan hissədir. Bu da belə. Bu da olur intensivlik haqqında ümumi məlumat. Daha sonra burada bir neçə qeydimiz var. Onları da qeyd edək. Dielektrik nüfuzluluğu adlandırdığımız kəmiyyət var. Dielektrik nüfuzluluğu bir cins dielektrik daxilindəki intensivliyin vakuumdakından nə qədər az olduğunu göstərir. Yəni epsilon, daha doğrusu epsilon dielektrik nüfuzluluğudur. Hər bir maddənin özünün dielektrik nüfuzluluğu var. O vakuumdakı dielektrikdən nə qədər az olduğunu göstərir. Yəni burada epsilon dielektrik nüfuzluluğudur. Epsilon dielektrik nüfuzluğudur. Y0 vakuumdakı intensivlikdir. Y isə mühitdəki intensivlikdir. İndi dielektrik daxilində və vakuumda baxanda, deməli, vakuumdakı intensivlik Y vakuum bərabərdir. Vakuumda dielektrik olmadığına görə, yəni nüfuzlu olmadığına görə K bölək Q L kvadratı şəklində olacaq. Amma mühitdəki intensivlikdən danışdıqda isə o Y bərabər olacaq nəyə? K Q bölək epsilon R kvadrat olacaq. Yəni mühitdəki intensivlik dielektriki məxrəcdə yazırıq. Çünki dielektrik nə qədər çox olsa, intensivliyin qiyməti o qədər təbii ki az olacaq. Çünki intensivlik elektrik sahəsini xarakterizə edir, amma dielektrik elektrik sahəsini azaldır, belə deyək. O da mütləq yadımızda saxlamalıyıq. Bu da bu şəkildə. Vəssalam, intensivlik anlayışı yəni bu qədər.